zamanında əsirlərlə nə cür rəftar edirlər? Peyğəmbərimizin zamanında əsirlərin qolları bağlı idi. Peyğəmbər axşam vaxtıdır. Görür ki, bir nəfər zarıyır, bir nəfər nalə çəkir. Peyğəmbər soruşur ki, bu zarayan kimdir? Nalə çəkən kimdir? Dedilər, Peyğəmbər, əmin Abbasdır. Peyğəmbərin əmisi Abbasdır, əsirlərin içərisindədir. Dedi, nə üçün o bu cür zarıyır? Nə üçün o bu cürünə nalə çəkir? Soruşun ondan. Deyirlər ki, Peyğəmbər, bir ip kəndirlə ki, qolumu bağlayıblar, mənə əziyyət edir. Peyğəmbərin əmisi Abbası əziyyət edir. Peyğəmbər tapşırır ki, bütün əsirlərin qolundan kəndirləri açın. Bütün əsirlərin qolundan ipləri açın. Demir, təkcə mənim əmmin qolundan ipləri açın, o birilər qalsa da eybi yox. Yox, bütün əsirlərin qolundan ipləri